Dostlar, dünyanın ən yaxşı futbolçularını və ən yaxşı komandalarını sıraladıq. İndi isə top 10-a dünyanın ən yaxşı stadionlarını qoyacağıq. Həm dizaynına görə, həm də azarkeş dəstəyinə görə mən bunu sıralayacağım. Çəkdik. Juventus Arena mən bilirəm ki, şəhərdən çox aralıdadır. Atmosfer çox da ideal olmur orada. Gəlin 9-a qoyaq. Emirates Arsenal dizaynı çox xoşuma gəlir, bəyənirəm. Amma ondan daha yaxşılar da var. Azarkeş dəstəyini də nəzərə alsaq, gəlin 6-ya qoyaq. Etihad ən sönüklərdəndir. Yəni bir neçə oyunlarını izləmişəm, City'nin çox sönük keçir. 8. Camp Nou dizayn full, möhtəşəm, ən gözəllərindəndir. Azarkeş o atmosferi yoxdur, orada çılğınlıq yoxdur. Dizayndan məndən xal götürdü 5. Stamford Bridge əslində çox da böyük deyil, səhvimizə 52 minlik stadiondur. Gəlin 7-yə qoyaq. St. James Park, bax, bunun həm dizaynı gözəldir, həm azarkeş dəstəyi möhtəşəmdir. St. James Parkda oyuna baxmağa dəyər, çox bəyənirəm. Burada da qoyacağım. Johan Cruyff Arena Ajax'ın stadionudur. Dizaynı əslində çox insan bəyənir. Mən bəyənirəm. Məncə sadə gəlir. Mənə çox sadə gəlir. Amma 10-cu yerə müəyyən biri çıxa bilər deyə gəlin bunu 3 atıram. Celtic Park. Azarkeş dəstəyi və dizayn əla 2. Tottenham Hotspur'un əvvəlki stadion yox, bu stadion yaxşıdır, daha yaxşı deyərdim. Amma birə istənilən anda bundan da yaxşı çıxa bilər deyə onu atıram. Və Arzular Teatrın Theatre of Dreams. Valla bu təbii ki istəyərəkdən olmadı, Old Trafford'un bir də olmadı. Manchester fanatı üçün. Dizayn bilirsiniz, möhtəşəmdir. Azarkeş dəstəyidir, çox da o deyil. Amma indi sıralama elə gətirdi ki, birinci yerə qoyacaq. Ümid edirik ki, bir neçə ilə komandamızda Premier Liqanın qalibi olaraq biz sevinəcək. Sıralama belə oldu. Və sizlər necə, nə düşünürsünüz? Hansı stadiondan hansını yer dəyişməliydik? Rəydə yazarsınız.